Qardaş, bax biz ona görə deyirik, bax Qarabağın heyətində bax bir futbolçuları sayıram. Bax Leandros olsun, Patrik olsun, Kadi Borgaş olsun. Zubir indi Zubiri mən o siyahıdan biraz çıxarıram. Toral, Elvin rahatlıqla Avropanın top 5 ölkəsi demirəm, ortabab çempionatlarında normal çempionluğu oynayan, Avrokubokları oynayan komandanın heyətində rahatlıqla gəlib oynaya bilər. Yankoviç, Veşoviç. Bax futbolçulara bax. Ona görə də ben hamı qınıyır, birdən görsən yazırlar şeydə, saytda. Benziya. Niyə gətirmirsiniz? Niyə almadı Qarabağ futbolçusu? Qardaş, demək ki almaq olar. Vallahi almaq olar. Qarabağ gətirə bilirsə almaq olar, gətirmək olar. Söhbət də ondan gedir ki, qardaş alacaqdılar da. Özlərinin öz planları var. Özləri öz işini hamıdan da yaxşı bilirlər. Haçan kim almaq lazımdır qardaş, alıb gətirəcək. Onlar heç nə yazılanlara. Yo, mən Qarabağın timsalında digər klublarımızı deyirəm, nəzərdə tuturam. Qardaş, Qarabağ gətirə bilir. Düzdür, indi deyəcəksiniz ki, biz özümüz də demişik. Qarabağ Avrokuboklarda oynayır. 11 mövsümdə də Abadalo ardıcılı oynayır. Bəli. Orada oynamaq başqa bir şeydir. Ora vitrindir, ora bazardır. Bəli. Ən azı indiki yeni reqlamentə əsasən 8 oyun oynayırsan və bütün skautların diqqəti sənin futbolçunun üzərində olur. Bu öz yerində. Amma demək ki, sən də ən azı Andrade, Zubir, Kadi, nə bilim, Yankoviç səviyyəsində olmasa da ən azı ora yaxın səviyyədə olan futbolçu gətirə bilərsən də demək. Gətirə bilərsən İsmail. No, onlar bahada axı qardaş. Bahadır, sənin də hədəfin bəllidirsə, hədəfə uyğun xərcləməlisən pulu da. Məsələn, sən futbolçu gətirirsən, tutaq ki, elə ona görə də bizdə, elə ona görə də Azərbaycan futbolunda menecerlər elə sui-istifadə edirlər, dağıdırlar pulları. Girdirmə, səviyyəsiz futbolçuları, legionerləri gətirirlər, qəşəng pulları yeyirlər. Qardaş, bu şablon artıq şablonluğu keçib bu. Futbolçu da yerli futbolçudan legioner 3 baş üstün olmalıdır, qardaş. Bizim yerli futbolçu gələn əcnəbi futbolçuya baxıb ən azı nəsə öyrənməlidir. Bəli. Yoxsa o da gəlib elə onun səviyyəsində olacaqsa neynir amma əcnəbini gətirmək? Söhbət elə odur. Ona görə də yaxşı futbolçunun yaxşı qiyməti var və yaxşı qiymətə sən bir futbolçunu gətirməkdənsə, məsələn elə klublar var ki, məsələn fikirləşir ki, bir dənə buna bu boyda pul verib gətirənə qədər bunun bir puluna məsələn 2 dənə futbolçu gətirə bilərəm. Gedir 2 dənə başqa futbolçunu gətirir. O 2 dənə başqa futbolçu da komandaya gələn, sən heç kim garantiya vermir ki, gələcək və sənə çempionatda sənin komandava kömək olacaq və bundan qabaq tutaq ki, İsveçrə çempionatın 2-ci diviziondan gətirsən, orada dağıdırdı. Gəlib bizim Azərbaycanda burada da dağıdacaq. Onu sən heç kim deyə bilməz. Ömür boyu demişəm qardaş, deyəcəm də axıra qədər də olacam. Gətirilən xaricdən legioner bilmirsən kinder sürprizdir. İçindən nə çıxacaq? Bunun əvvəli var, Bundesligada oynayıb, bu nə bilim şeydə oynayıb, Şri Lankada oynayıb, nə bilim Madagaskarda oynayıb. Fərq etmir qardaş. Bizim Azərbaycan çempionatında gəlib baş çıxartmaq çətin məsələdir. Razıyam o fikirlə, amma ki iddialı klublar da biraz məsuliyyətli yanaşmalıdır da işinə. Yəni klublar özləri kimi gətirir, nətər analiz edirlər, kim baxır o işlərə, özləri bilərlər. Sən oturmuşuq da indi bilmirəm, indi səndir, indi münasibət var, xətir var, hörmət var, indi tanıyırıq futbol ictimaiyyətində, meneceri ilə də, futbolçusu ilə də, məşqçisi ilə də, yeri gələndə üzbəüz gələndə də söhbət edirik, münasibətimiz də normaldır, amma gəlin etiraf eləyək ki, Azərbaycanda bərbad vəziyyətdədir bu iş. Bu sistem işləmir. Qarabağdan savayı heç bir klubumuzda işləmir bu sistem. Gəlin etiraf eləyək. Niyə? Başqa klublar da var da, məsələn, elə futbolçular var ki, tutaq ki, Zirə gətirir, Turan Tovuz gətirir, məsələn, Araz Naxçıvan gətirir və yaxud da indi Sumqayıtdır, Səfaildir. Araz Naxçıvanın aparıcı futbolçuları kimdir? Azərbaycan futboluna, çempionatına bələd olan, illərdir bələd olan futbolçular. İllərdir kimdir? Son, məsələn, Felipe Santos. Bəli. Oynayıb, Keşlədə də oynayıb. Bilir ki, komandasına kömək eləyəcəkdir. Machado, illərdir Azərbaycan çempionatı, Neftçidə də oynayıb, Qəbələdə də oynayıb. İndi də Araz Naxçıvanda. Bax, ona görə onlar da alınır. Ona görə də alınır və söhbət odur ki, David Volkov, Zirə, ay sağ ol. Utsix, Zirə, Qəbələdə. İllərdir Azərbaycan futboluna bələd futbol. Baxırsan ki, normalda oynayırlar yəni. Söhbət odur ki, gətirəndə sən özü bilməlisən. Bura çünki bəzən gələndə deyirəm ki, kənardan gələnsən deyən kimi kinder sürprizdir, amma o kinder sürprizi də biz yəni ona aldanıb, ona güvənib o kinder sürprizi gətirməli deyilik menecer olaraq ki, bu tutacaq, tutmayacaq. Və bir dənə də əsas məsələ var ki,
gələn legioner burada kimsə yaxşı pul təklif edir, gəlir bura deyir Azərbaycandır da gedib oynayacam da Gedib bu. bir ayaqla oynayacam. Gəlir burada görür bir yandan Gələ. ayağında gələ. Qaldırırlar onu da göyə başa düşdün. Söhbət odur. O da doğrudan da bizim çempionatımızın maraqlı keçməyi, komandaların hamısının iddialı olmağı, həm kubokda, həm çempionatda bildin necə? Heç kim rahat şəkildə gəlib burada sən baş çıxarda bilmərsən qardaş. İstəyir aşağı yerdə gedənlə, istəyir yuxarıda gedən.